maraqlı məqam məncə budur. Tədqiqat göstərir ki, sosial bağlılıq, yəni ailəyə, dostlara, cəmiyyətə bağlılıq hissi uşaqlarda yuxunu yaxşılaşdırmaq üçün potensial bir hədəfdir. Yəni bir növ müdaxilə nöqtəsi kimi. Tam olaraq, başqa sözlə, uşaqların sosial əlaqələrini gücləndirməklə onların daha yaxşı yatmasına kömək edə bilərik. Tədqiqatın aparıcı müəllifi Mari Gombert-Labidens özü də deyir ki, bu qədər fərqli sosial bağlılıq amilinin Ailə yeməklərindən tutmuş, məhəllə işlərinə qədər. Bəli, hamısının yuxu müddəti ilə əlaqəli olması onlar üçün də bir qədər gözlənilməz olub. Bu, gələcəkdə uşaq sağlamlığı ilə bağlı maarifləndirmə işləri üçün çox dəyərli məlumatdır. Deməli, əsas mesajı belə ümumiləşdirə bilərik də, uşaqların normal yatması üçün güclü ailə bağları lazımdır, valideynlər aktiv olmalıdır, keyfiyyətli, canlı ünsiyyət olmalıdır. Tamamilə. Digər tərəfdən də ailədə gərginlik, bir də o ekranlar arxasında çox vaxt keçirmək, bunlar yuxuya mane olur. Elədir. Əgər bunu daha böyük mənzərəyə qoysaq, bu sadəcə akademik bir nəticə deyil axı. Bunun uşaqların fiziki, zehni sağlamlığına, məktəbdəki uğurlarına, ümumi rifahına çox real, praktik təsirləri var. Valideynlər üçün mesaj çox aydındır əslində. Uşaqla keçirilən o keyfiyyətli vaxt, birlikdə yemək, söhbət etmək, gününün necə keçdiyi ilə maraqlanmaq kimi sadə görünən şeylər. Bəli, bəzən çox sadə görünür. Amma onların sağlam böyüməsi üçün həqiqətən